Qoç. Səhər ev işləri ilə məşğul olacaqsınız. Qoç ailəsi yaxın insanları gündəlik işlərə cəlb etməlidir. Beləliklə onlar hər şeyin öhdəsindən daha tez gələcəklər. Böyük miqyaslı işlərlə məşğul olmamalısınız. Fikirlərinizi toplamaq və prioritetləşdirmək çətin olacaq. Günün ikinci yarısında özünüzü toparlaya biləcəksiniz. İşlə bağlı perspektivli təkliflər almağınız mümkündür. Səfərə və ya işgüzar səfərə getmək üçün yaxşı vaxtdır. Buğa. Səhərdən etibarən özünüzü yüksəlmiş hiss edəcəksiniz. Ətrafınızda bir sıra vacib məsələlərin öhdəsindən tez gəlməyə kömək edəcək, əlverişli emosional atmosfer formalaşacaq. Bununla belə çox da asan gün deyil. Bəzi planları yenidən planlaşdırmalı və ya ləğv etməli olacağıq. Çoxdankı öhdəliklər və təcili düzəldilməli olan əvvəlki səhvlər ağlınıza gələ bilər. Sevdiklərinizlə qarşılıqlı anlaşmaya nail olmaq həmişə asan olmayacaq, lakin ciddi münaqişələr yaranmayacaq. Müsbət tendensiyaların təsiri tədricən üstünlük təşkil edəcək. Bir sıra vacib məsələlərin öhdəsindən gələcək, zədələnmiş münasibətləri düzəldəcək və çoxlu faydalı əlaqələr quracaqsınız. Yaxın gələcəkdə faydalana bilmək üçün vacib olan yeni perspektivlər açmaq mümkündür. Xərçəng. Günün əvvəlindən çox şey gözləməyin. Xırda məsələlərə görə inciməyə və xırda anlaşılmazlıqlara diqqət yetirməyə meyilli olacaqsınız. Ancaq bu vəziyyət uzun sürməyəcək. Tezliklə xərçənglərin əksəriyyəti müsbət əhval-ruhiyyədə olacaq. Buna görə də onların günü olduqca yaxşı keçəcək. Aktiv ünsiyyət qurmaq, yeni şirkətlərə baş çəkmək və maraqlı insanlarla tanış olmaq üçün doğru zamandır. Cazibədarlığınız, düşüncə tərziniz və başqalarının maraqlarını anlamaq bacarığınız heç kəsi laqeyd qoymayacaq. Şir. Çox şeyə nail olacaqsınız. Güc və enerji artımı sizə işləri tez başa çatdırmağa kömək edəcək. Yaradıcı yanaşma isə problemləri həll etmək üçün qeyri-adi üsul tapmağa kömək edəcək. Belə olsa da özünüzü çox qiymətləndirməməlisiniz. Əks halda dözülməz bir yük götürmək riski daşıyırsınız. Bəzi şirlər bir sıra inanclarını yenidən nəzərdən keçirsələr, bu başqaları ilə ümumi dil tapmağı asanlaşdıracaq. Etibarlığını praktikada hələ sübut edə bilməyənlərə qeydi-şərtsiz etibar etməməlisiniz. Təsadüfən və ya qəsdən aldada bilərsiniz. Tələsik vədlər verməyin. Qız. Yeni bir şeyə başlamamalısınız. Ev işləri ilə məşğul olun. İşləri qaydasına salın, yarımçıq qalan işləri tamamlayın. İlk dəfə hər şey alınmayacaq. Buna görə də tələsməməyə və təlaşa düşməməyə çalışın. Bir çox qız bürcləri yaşlı və ya kiçik qohumlara diqqət yetirməli. Onların problemlərini dinləməli və hansısa şəkildə kömək etməlidir. Bu ağır olmayacaq və aranızdakı qarşılıqlı anlaşmaya ən yaxşı təsir göstərəcək. Axşam saatlarında fikirlərinizi toplamaq çətin olacaq. Buna görə də ciddi söhbətlərə başlamamalısınız, ancaq sevdiklərinizlə sadəcə xoş vaxt keçirmək daha yaxşıdır. Tərəzi. Səhərinizi sakit və rahat keçirin. Ciddi məsələlərə, gərgin söhbətlərə başlamamalısınız. Bir çox tərəzi bürcləri ən yaxşı əhval-ruhiyyədə olmayacaqlar. Buna görə də sakitləşmək və baş verənin müsbət tərəflərini görmək üçün özünüzə vaxt vermək vacibdir. Bunların çoxu var. Çox tezliklə özünüzü bir yerə çəkə biləcəksiniz. Güc artımı ehtimaldır. Bu da planlanan hər şeyin öhdəsindən uğurla gəlməyə imkan verəcək. Axşam çoxdan görmədiyiniz insanlarla ünsiyyət üçün əlverişlidir. Qonaqları dəvət edə bilər və ya özünüz də dost bir şirkətə gedə bilərsiniz. Əqrəb. Şəxsi həyatınızda baş verənlərdən narahat olmağa meyilli olacaqsınız. Ancaq bunun üçün heç bir real səbəb olmayacaq. Öz narahatlıqlarınızı sakitləşdirmək üçün sevdiyiniz insanla səmimi danışmalısınız. O sizi tez sakitləşdirəcək və tarazlığa gətirəcək. Belə olsa da əqrəblərin əksəriyyəti mühüm qərarlar qəbul etməməli və böyük proyektlərə başlamamalıdır. Dostlarınızdan və ya çoxdankı tanışlarınızdan biri sizə pul qazanmaq baxımından perspektivli nə isə təklif edəcək. Diqqətlə düşünün. Fikir çox riskli deyilsə, razılaşmağa dəyər ola bilər. Oğlaq. Planladıqlarınız hər şeydə asanlıqla uğur qazanacaqsınız. Ancaq yenə də kifayət qədər ehtiyatlı davranacaqsınız. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün yaxşı gündür. Bir-birini tez başa düşmək, razılaşmaq və kompromis həllər tapmaq mümkün olacaq. Alış-veriş üçün yaxşı gündür. Ancaq həddindən artıq yüklənməyin və ödəyə bilməyəcəyiniz qədər xərcləməyin. Axşam saatlarında yorğunluq və əsəbilik yığılacaq. Düzgün qərarlar qəbul etmək və vəziyyəti ağılla qiymətləndirmək asan olmayacaq. Buna görə də heç bir mühüm məsələni günün ikinci yarısına təxirə salmamalısınız. Oğlaq. Tələsməyin və imkanlarınızı çox qiymətləndirməyin.
Tələsik qərarlar pis nəticələrə yol aça bilər. Baxışlarda müxtəlifliyə görə başqaları ilə kiçik münaqişələr istismar edilmir. Bütün gözləntiləriniz doğruldulmayacaq. Eyni zamanda oğlaqların çoxu uzun müddətdə həll edə bilmədikləri sıra problemləri həll edə biləcəklər. Yaxın dostlar və yaxınlar mənfi emosiyalarla öhdəsindən gəlməyə kömək edəcəklər. Onlarla ünsiyyət bir çox şeylərdə müsbət tərəfləri görməyə imkan verəcək. Əhvalınız yaxşılaşacaq, enerjiniz bərpa olacaq. Dolça. Sizi məhsuldar bir gün gözləyir, amma yenə də gücünüzü çox qiymətləndirməyin. Şişirtmiş ambisiya şübhəsiz ki, səhvlərə yol açacaq. Sakin olmağa çalışın və eyni vaxtda bir neçə şeyi qəbul etməyin. Yenicə tanış olduğunuz insanlara etibar etməməlisiniz. Bəzi dolçalar öz ehtiyatsızlıqları ucdandan saxtekarlığa qurban çevrilə bilər. Günün ikinci yarısı hər cür gündəlik məsələlərin həlli üçün xüsusilə əlverişlidir. Hər şeyi asanlıqla və tez həll edə biləcəksiniz və yaxınlarınız istənilən işdə sizə kömək etməkdən məmnun olacaqlar. Balıq. Səhər ev işlərinə maksimum diqqət yetirməlisiniz. Bir vaxtlar yarımda qoyduğunuz bütün yarımçıq işləri başa çatdıracaqsınız. Qohumlarınızın köməyinə çox güvənməyin. Gün ərzində bir çox balıq bürclərinin əhvalı yaxşılaşacaq. İkinci külək açılacaq və ilham oyanacaq. Çox ehtimal ki, qəbul etməyə dəyər vəd pozan təkliflər var. Əvvəlcə çox mehriban olmayan insanlar arasında belə asanlıqla simpatiya oyatmaq mümkün olacaq. Axşam romantik görüşləri və yeni tanışlıqlar üçün əlverişlidir.